bələdçi. Salam ağsaqqal, Allah qüvvət versin. Əleyküm salam oğlum. Çox sağ ol. Hardan gəlib, hara gedirsiz belə? Dayı, heç soruşmayı. Ticarət malları üçün Şamaxıya getmişdik. Qaydanda yolu itirdik. Vay 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 vay. Badikubə şəhərinə gedən yola necə çıxa bilərik? Bala, siz o yoldan çox uzaqlaşmışsınız, Gərək sizə bir yol göstərən ola. Əli! Ay Əli! Bəli, dədə. Bura gəl oğlum. Ay dayı, uşağa zəhmət verməyin. Siz bizə yolu göstərsəz, özümüz gedərik. Sizə o yolda bələdçi gərəkdir. Özünüz gedə bilməzsiniz. Buyur dədəcan. Oğul, bu yolçular Badikubə şəhərinə gedəndə yolu itiriblər. Sən ata min, onlarla şəhərin girişinə qədər yoldaşlıq elə. Baş üstə. Çox sağ ol dayı. Allah da sizə yar olsun. Yaxşı yol oğlum. Sağ salamat gedəsiz. Əli, şəhərə çatmağımıza nə qədər yol qalıb? Əmi, birazdan Bədəbənd təpəsinə çatacağıq. Oradan düz şəhərə kəsə bir yol gedir. O yolla getsək, inşallah axşama şəhərdə olarıq. Nə? Bədəbənd təpəsi? Ay bala, bizi quldurların ayağına aparırsan? Hər kəs bilir ki, orada yol kəsən quldurlar var. Narahat olmayın, onlar bizə dəyməzlər. 2 il əvvəl qıtlıq zamanı atam onlara taxıl vermişdi. And içiblər ki, bizi nə vaxt görsələr, hörmətlə qarşılayarlar. Oğlum, quldur nə bilir yaxşılıq nədir? 2 il əvvəlki yaxşılıq indi onların yadında qalar. Sən də görüm şəhərə getməyə başqa yol var? Var, ancaq o yolla getsək həm uzaq olar, həm də ki o yolda canavarlar var. Bizə hücum eləyə bilərlər. Gəlin Bədəbənd təpəsindən gedək. Onda yolumuz həm təhlükəsiz olar, həm də tez çatarıq. Oğlum, sən gəl bizi quldurlarla üz-üzə qoyma. Axı o birisi yoldan getsək sabaha güclə çatarıq. Qulaq as, sən digər yolu bizə göstər, qayıd evinə. Özümüz gedərik. Axı... Əli, söz güləşdirmə, qayıd evinə. Atan səndən nigaran qalar. Yaxşı, buradan düz gedin. Qabaqdakı dağın arxasında 2 cığır görərsiniz. Oradan sola dönərsiz. O yol sizi şəhərə gedən yola çıxaracaq. Çox sağ ol bala. Allah sənə xeyir versin. Yaxşı yol. Oğul, burada saxla, biraz yatıb dincələk. Heyvan da çox yoruldu. Bu nə səsdir belə? Ata, canavarlar atımıza hücum eləyirlər. Ha?
Rədd ol buradan. Yaxın gəlməyin. Oğul, ehtiyatlı ol. Ay qolum! Ay qolum! Ay! Ata! Ay qolum! Buradan. Keçin buradan. Uzaqlaşın buradan. Əmi, yaxşısınız? Yaxşıyam, yaxşıyam. Amma canavar qolumu yaman yaraladı. Əli, sən evə qayıtmamışdın? Atam sizi mənə tapşırıb. Şəhərinizə çatana qədər sizdən ayrıla bilmərəm. Allah da sənin köməyin olsun, oğlum. Ata, qırat. Vay vay, canavarlar onu parçalayıb. Bəs indi şəhərə necə gedəcəyik? Narahat olmayın. Arabaya mənim atımı qoşarıq. Yola çıxmaq vaxtıdır. Əli, hara gedirsən? Arabaya minirəm. Harda görülüb ki, yol göstərən arxada olsun? Sənin yerin bax, oradır. Ata, ora bax. Vadi-Kübə görünür. Allaha şükür ki, sağ-salamat şəhərimizə gəlib çatdıq. Əgər Əli olmasaydı, indi Qırat kimi canavarlar bizi də parça-parça eləmişdilər. Allah bu Əli balanı atasına çox görməsin. Yol boyu çox zəhmətimizi çəkdi. Amin. Bu Əli mənim yadıma lap Peyğəmbərin qardaşı Əlini saldı. Axı o da Əlini ümmətə yol göstərən seçmişdi. Ata, Qədirxumu deyirsən? Bəli oğlum, onu deyirəm. Əziz Peyğəmbərimiz təxminən 100 min müsəlmanla bir yerdə sonuncu həc ziyarətindən qayıdırdı. Bu zaman Allah Cəbrail vasitəsilə ona vəhy etdi ki, özündən sonra gələcək imamı ümmətə elan etsin. Peyğəmbər Qədirxum adlı bir çöldə dayandı. Əmr elədi ki, qabaqda gedənlər geri qayıtsın. Geridə qalanlarsa gəlib onlara qoşulsun. Sonra o həzrət hündür bir yerə çıxdı. Əli İbn Əbu Talibin əlindən tutaraq belə buyurdu. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev, ona düşmən olanlarla düşmən ol. Bundan sonra Peyğəmbər oradakı hər kəsə əmr etdi ki, İmam Əliyə beyyət etsinlər. 3 gün ərzində minlərlə zəvvar bir-bir gəlib İmam Əliyə beyyət edərək onu təbrik etdilər. Necə biz bu cavan Əlidən ayrılmaqla çətinliyə düşdüksə, ümmət də Peyğəmbərin canişinindən üz çevirməklə böyük bəlalara düşdü. Amma ata, biz axırda Əlini bələdçi elədik. Başa düşdük ki, o yolu bizim hamımızdan yaxşı tanıyır. Hə, düz deyirsən. Kaş o vaxtı onlar da bizim elədiyimiz kimi İmam Əliyə tabe olardılar. Biz necə ki bugün mənzilimizə çatdıq, bəlkə onlar da o yolla Allahın razılığına çata bilərdilər.